Bugün təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili və təfəkkürün növləri, təfəkkür nədir, təfəkkürün hansı növləri var, eyni zamanda düşünmə növləri haqqında mən ətraflı da çalışacağım. Həm ətraflı, həm qısa, konkret izah verək ki, biraz sizlə bunun canlı dərsimizdə testini işləyə bilək. Deməli, ilk öncə başlayırıq. Ümumiyyətlə, biz tez-tez belə bir şey istifadə edirik, belə bir ifadələrdən istifadə edirik sinif daxilində də. Məntiqlə düşün, məsələyə tənqidi yanar və yaxud da məntiqini işə sal, alternativ yollardan istifadə elə, fərqli yoldan istifadə elə kimi ifadələr tez-tez şagirdlərə istifadə edirik. Yəni nə deməkdir bu? Eyni zamanda bu təfəkkürün növləri ilə bağlı məntiqi, tənqidi və yaradıcı. Yəni biz bilirik ki, məntiqi, tənqidi və yaradıcı təfəkkürün növləridir. İlk öncə təfəkkür nədir? Ondan başlayaq. Təfəkkür insanın koqnitiv fəaliyyətidir, düşünmə prosesidir. Yəni koqnitiv fəaliyyət zamanı insanın ideyaları olsun, düşüncələri olsun, mental təsəvvürləri olsun, onlar formalaşır və biz onlardan istifadə edirik. Təfəkkür beyində gedən elə bir psixoloji prosesdir ki, insanda həm psixoloji fikirlər, assosiasiyalar, həm də müxtəlif modellər formalaşdırmağa kömək edir. Təfəkkür nə vaxt inkişaf edir? Təfəkkür insan düşünməyə başladığı an inkişaf etməyə başlayır. Təfəkkür informasiya axtaranda, emal edəndə formalaşmağa başlayır, inkişaf edir. Və səmərəli düşünə bilmək özü də bir bacarıqdır ki, yəni dərs zamanı şagirddə fərqli, səmərəli düşünmə bacarığı formalaşdırmalıyıq. Bunun üçün də biz təfəkkürdən istifadə edirik. Və təfəkkürün hansı növləri var? Əlbəttə ki, təfəkkürün məntiqi, tənqidi və yaradıcı olaraq 3 növünü əsas götürürük. Konvergent, divergent, verbal, qeyri-verbal, deduktiv, induktiv isə bunlar isə düşünmə formalarıdır. İndi onlar haqqında da danışacağıq. İlk öncə biz başlayaq təfəkkürün növündən, yəni məntiqi təfəkkürün daha doğrusu növündən. Nədir məntiqi təfəkkür? Məntiqi təfəkkür məntiq düşünün də, məsəl üçün, adətən biz nə deyirik şagirdlərə? Məntiqini işə sal. Gündəlik həyatımızın bir parçasıdır məntiqi təfəkkür. Ümumiyyətlə, biz hər gün bunu daha da çox formalaşdırırıq. Yəni, uşaq ətraf aləmi dərk etməyə, düşünməyə başladığı an, onda məntiqi təfəkkür inkişaf edir və formalaşır. Yəni, bu, bəzən ola bilir ki, hansısa bir uşaqda, hansısa bir şagirddə, öz övladımız belə olsun, bəzən təfəkkürün qarşısı, məntiqi təfəkkürün qarşısını almağa çalışırıq. Necə edirik? Şagirddə hər hansı bir və yaxud uşaqda hər hansı bir verdiyi sualı tam izah etmirik. Onun səbəb-nəticə əlaqəsini onda aydınlaşdırmamağa çalışırıq ki, yəni bu fikir olaraq, onun dediyi fikir onda tam olaraq formalaşmalıdır. Yəni uşağa nə üçün belə dediyimizin səbəb-nəticə əlaqəsini biz formalaşdırmalıyıq ki, səbəb nədir və yaxud da məsəl üçün nəticəsi nədir? Tutaq ki, uşaq həyətə düşmək istəyir, qar yağıb və yaxud hava soyuqdur, yağışlıdır. Olmaz deyirik. Olmazın səbəbi olmalıdır. Səbəb nədir? Yəni ki, olmaz həyətə düşmək, soyuqdur, xəstələnə bilərsən, yağışdır, islana bilərsən. Yəni bunlar səbəb-nəticə əlaqəsidir və bu da şagirdin, uşağın məntiqi təfəkkürünü formalaşdırmağa kömək edir. Ümumiyyətlə, məntiqi təfəkkürü formalaşdırmaq üçün hansı bacarıqlar olmalıdır? Gəlin onlara baxaq. Baxın, məntiqi təfəkkürdə buradakı bacarıqlar var. Səbəb-nəticə əlaqəsinin tapılması, problemin sadə həll yolu, prosesin başlanğıc və sonunun müəyyənləşdirilməsi, eyni zamanda faktlar əsasına mühakimə, yürütmə, əsaslandırma, bunlar məntiqi təfəkkürə aiddir. Yəni, məntiqi təfəkkür, müəllimlər, faktlar üzərində, hazır məlumat üzərində fikrimizi bildirmək, hazır məlumat üzərində problemin sadə həll yolunu, yəni hazır problemin sadə həll yolunu tapmaq və yaxud verilən məlumatın, prosesin başlanğıcın sonunu müəyyənləşdiririksə, hər hansı bir problemin səbəb-nəticə əlaqəsini tapırıqsa, əlbəttə ki, biz buradan məntiqi təfəkkürdən söhbət edə bilərik. Ümumiyyətlə, tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Bir dənə bunu yadda saxlayaq, indi digərlərini də izah etdikcə deyəcəm. Məntiqi təfəkkür faktlar üzərində olunan mühakimədir. Yəni, hazır məlumat üzərində yürüdülən, istinad edilən fikirlər məntiqi təfəkkürə aiddir. İndi isə gələk biz düşünmə formalarından bəhs edəcəyik bir-bir. İnduktiv nədir, deduktiv nədir? Birinci düşünmə formamız induktivdir. İnduktiv düşünmə nə deyir bizə? Deyir ki, nümunədən qaydaya gedirəm.
Yəni bu nümunədən qaydaya verilən fikirdir. Baxın, nümunədən bax bu cür götürürük qaydaya. Xüsusidən ümumiyə gedən bir anlayışdır. Nə deməkdir bu nümunədən qaydaya, xüsusidən ümumiyə? Əvvəlcə bizə nümunə verilir. Tutaq ki, bir nümunəni ifadə edir və sonda qaydanı verir. Nümunə qayda. Məsələn, tutaq ki, deyir ki, qələm isimdir. Deməli, qələm əşyadır. Sonda da deyir ki, əşyanın adını bildirən nitq hissəsi isimdir. Bizə bir nümunə dedi, sonra qaydanı verdi. Bu olur induktiv düşünmə. Həm də induktiv düşünmə belə bir anlayışdır ki, indi öyrənilən anlayış. Sanki şagird hansısa bir məlumatı indi öyrənir. Bəs xüsusidən ümumiyə gedən anlayış nədir? Baxın, burada sizə bir nümunə də verib. Burada deyir ki, Durna və Leylək köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Durna və Leylək köçəri quşlardır. Burada təkcə Durna və Leyləyin adını çəkdi. Sonra bizə ümumi formada nə dedi? Köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Burada isə nə etdi? Ümumiləşdirdi. Deməli, xüsusi anlayışdan ümumiyə gedir, nümunədən qaydaya gedir və şagirdin indi öyrəndiyi bilik induktivə aiddir. Gəlirik deduktivə. Deduktiv isə bunun tam əksi. Ümumidən xüsusiyə gedir. Ümumidən xüsusiyə gedir. Qaydadan nümunəyə gedən anlayışa deyirik deduktiv. Yəni bunun tam əksi olaraq. Məsələn, əvvəl bizə qaydanı verir. Tutaq ki, deyir ki, İsim əşyanın adını bildirir. Qələm də əşyadır, deməli qələm də isimdir. Baxın, bu olduqda, artıq bunun tam əksi olduqda bizə əvvəl qaydanı vermək, sonra isə nümunə vermək, bu isə olur artıq deduktiv anlayış və ümumi anlayışdan xüsusi anlayışa gedir və hətta belə deyək də artıq burada bilir məlumatı. Bilir və bildiyi üzərindən formalaşırsa bu deduktivə gedir. Məsələn, bax yuxarıdakının tam əksini götürək biz. Köçəri quşların isti ölkələrə uçmaq kimi xüsusiyyətləri var. Durna və Leylək də köçəri quşlardır. Deməli, onlar da uçurlar. Yəni, burada biz ümumi anlayışdan xüsusiyə gəliriksə, bu olur deduktiv anlayış. Gəldik növbətiyə. Analitik düşünmə. Analitik düşünmə nədir? Analitik düşünmə sanki baxın burada analiz etmək deməkdir. Hər hansı bir hissə, məlumatları, hissələri parçalayırsan, təhlil edirsən, hansı ki burada analiz etmək. Bax bu cür yadda saxlayın. Analiz etmək, bir məlumatı analiz etmək, onu təhlil etmək, onu hissələrə parçalamaq analitik düşünməyə aiddir. Gəlirik divergent düşünmə. Divergent düşünən insan yaradıcı insandır. Divergent düşünən insan müəyyən problemin, müəyyən yollarını axtarmağa çalışır. Onlar sınanmış yolu qəbul etmir. Baxın, adi bir yoldan deyim sizə də. Bəzən olur ki, hər hansı bir yediyimiz şirniyyatı xoşlayırıq. Kiminsə evində yediyimiz şirniyyatı xoşlayırıq və onun reseptini alırıq. Amma gəlirik evə, o resept üzərindən etmirik. Bəzən YouTube-a baxırıq, bəzən qohumdan, anadan, atadan, nə bilim, nənədən, xaladan soruşuruq ki, bu şirniyyatın reseptini. Və öyrənirik, bəzən edə bilmirik. Çünki hər kəs fərqli-fərqli deyir. Fərqli-fərqli dedikləri üçün də nəticəyə gələ bilmirik ki, hansında daha yaxşı olar. Sanki bu cür düşünün divergent düşünən insanları. Yəni divergent insanlar yenə deyirik, yaradıcı insanlardır. Problemi həll etməkdə çətinlik çəkirlər. Nəyə görə çətinlik çəkirlər? Çünki onlar əlavə fikir toplamaqda yaxşıdırlar. Əlavə fikir topladıqları üçün də nəticəyə gələ bilmirlər. Çünki hər kəsin fikri fərqli olur. Amma konvergent bunun tam əksidir. Konvergent düşünən insanlar problemin bir həll yolu ilə həll etməyi daha çox sevirlər və çalışırlar ki, verilən, yəni o sınanan yoldan istifadə edib problemi vaxtında həll etsin, nəticəyə tez gəlsin. Bir dənə onların mənfi cəhəti odur ki, yeni fikir toplamaqda əziyyət çəkirlər. Yəni onlar artıq bir konkret bir yolla getməyə daha çox üstünlük verirlər. Deməli, divergent insanlar aktiv insanlardır, konvergentlər tənbəl insanlardır. Bu cür düşünək. Gəldik analoji düşünməyə. Analoji düşünmə, analogu
olmayan düşünün bunu. Tayı bərabəri olmayan, eyniləşdirmək, oxşarlaşdırmaq, bir sistemi, bir hadisəni, bir anlayışı və yaxud 2 və daha artıq anlayışı eyniləşdiririk, oxşarlaşdırırıq obyektlər arasında. Bəzən oxşarlıq yaradırıq. Yəni məsəl üçün bu hadisəni bu hadisə ilə eyniləşdiririk. Bəzən uşağın beynində məsəl üçün bu formalaşır ki, o edirsə mən də onu etməliyəm və yaxud da deyir ki, ona etdilər, mənə niyə onu etmədilər? Baxın, bu eyniləşdirmə analoji düşünməyə gətirir, çıxarır. Gəldik verbala. Verbal sözlü düşünmədir. Fikrini dilə gətirmək, fikrini ifadə edə bilmək bacarığı. Yəni danışarkən fikrini nitqə çevirmək. Bəzən uşaqlardan hansısa bir tapşırıqla bağlı, məsəl üçün nəyisə soruşa bilirik. Bəzisi var ki, çox gözəl ifadə eləyirlər, dilə gətirirlər. Fikirlərini çox gözəl, səsli şəkildə dilə gətirirlər. Bəzən isə olur ki, uşaq düşündüyünü dilə gətirə bilmir. Amma ya gözəl rəsm çəkir, ya gözəl maket hazırlayır, ya gözəl sxem üzərində işləyir, ya xəritədə yaxşı işləməyi bacarır. Bəzən şəkil çəkirlər. Məsəl üçün təsvir incəsənət dərsində çox gözəl şəkillər çəkirlər. Bəzən texnologiya dərsində çox gözəl əl işləri olur. Amma o etdiklərini sözlü şəkildə dilə gətirmirlər. Əgər bu sözlü şəkildə ifadə edirsə, yəni səsli sözlü edirsə, bu verbaldır. Yox, maket, heykəl, baxın burada maket, heykəl, şəkil, sxem, diaqram, cədvəl, çertyoş, xəritə üzərində işləməyi bacaranlar qeyri-verbal düşünməyə malik insanlardır. Gəlirik ardıcıl. Ardıcıl düşünmə nə deməkdir? Ardıcıl düşünmə addım-addım düşünməkdir. Mərhələli düşünməkdir. Səbəb-nəticə əlaqəsi, şərt və əsaslandırmanı özündə əks etdirəndir. Yəni burada şagird irəliyə getməyi bacarır. Yəni bir addımını bitirib digərinə keçir. Çünki addımlar bir-birinə bağlı olmalıdır bu ardıcılda. Eyni zamanda səbəbin və nəticən olmalıdır. Məsələn deyirik ki, qabaqda imtahan var. Yaxşı hazırlaşsam, imtahanda yüksək nəticə toplayaram. Nədir bu? Yaxşı hazırlaşsam, qabaqda yüksək nəticə toplayaram. Addımım, səbəbim və nəticəm. Bu nə oldu? Ardıcıl düşünmə. Birini bitirib digərinə keçməkdən biz bəhs edirik burada. Gəlirik sonuncu düşünmə forması sistemli düşünməyə. Sistemli düşünmə anlayışları, konsepsiyaları yenə də təhlil edir, hissələrə bölür, düzgün bölüşdürmək deməkdir. Bayaqki analitik düşünmədəki kimi. Amma sistemli düşünmədə belə bir anlayış var, müəllimlər. Bizi əhatə edən anlayışları. Bizi əhatə edən anlayış deyərkən insan sağlamlığına təsir edən faktorlardan söhbət gedir ki, baxın, burada nümunədə də belə bir şey verir. Deyir ki, suyun çirkləndirilməsi dənizdəki canlıların bundan zərər görməsi ilə nəticələnir. Canlıların orqanizmlə toksik maddələrin səviyyəsi artır ki, bu da insanların dəniz məhsulları ilə qidalanması zamanı elə insanın özünə mənfi təsir göstərir. Və ya suyun çirklənməsi prosesində canlılar məhv olur və bu öz növbəsində ekoloji tarazlığın pozulmasına səbəb olur. Bütün bunlar insan həyatına ciddi şəkildə mənfi təsir edir. Baxın, burada insan həyatına təsir edən faktoru təhlil edir, analiz edir, eyni zamanda sistemli şəkildə bir-birinə bağlayır. Ardıcılda dedi ki, addım-addımdır. Ardıcılla bunu səhv salmayaq. Addımda birini bitirib digərinə keçmək var. Səbəb-nəticə əlaqəsi var. Sistemlidə isə zəncirvari bir-birinə sanki bağlı hadisələrdir, amma bizi əhatə edən konsepsiya anlayışlardan söhbət gedir burada. Ona görə sistemli ilə ardıcılığın fərqi bundan ibarətdir. Sistemli insan həyatına təsir edən anlayışları bir-birinə bağlayır. Ardıcıl düşünmək isə müəyyən bir problemi, hər hansı bir məsələni addım-addım mərhələli şəkildə izah etməkdən söhbət gedir. Sonra gəlirik. Bu bizim düşünmə formalarımız, müəllimlər. Məntiq xətaları, məntiqi təfəkkür, düşünmə formaları. İndi isə məntiq xətalarını qısa izah verəcəm. Deməli, məntiq xətaları nədir? Məntiq xətaları bizim etdiyimiz xətalardır. Biz bunu çox gözəl bilirik ki, məsəl üçün, məntiq xətaları nədir? Məntiq xətaları, məsələn, birinci var, həddən artıq ümumiləşdirmə. Həddən artıq ümumiləşdirmə deyəndə, sanki bir-iki nümunəni bütün qrupa əlavə edirsən.
Bəzən olur ki, bir sinifə daxil oluruq. Məsələn, iki uşağın dəcəl olduğunu görürük və yaxud da iki uşağın dərs oxumayan, belə deyək də, görürük orada və düşünürük ki, oradakı bütün uşaqlar elədir. Deməli, 1-2 nümunəni bütün qrupa əlavə etmək, yəni aid etmək həddən artıq ümumiləşdirməyə aiddir. Bir də var özünü bənzətmə. Özünü bənzətmə isə özünü bənzətmədə belə bir fikir var ki, bir şeyə bir şəxs hörmət edir, inanırsa, deməli bu doğrudur. Yəni məktəbdə bəzən savadlı qız, məsələn, müəyyən olimpiyadalarda iştirak edir, hamı özünü ona bənzətmək istəyir. Bəzən hər hansı bir fəal müəllimə hər hansı bir işi görür, bəzən şagirdlər özlərini ona bənzətmək istəyir. Bir nəfərə edilən bənzətmə özünü bənzətmə adlanır. Bir də var cəmiyyət tərəfindən qəbul edilmək. Bu da bənzətməyə oxşuyur. Amma fərqi nədir? Toplumdur. Yəni toplum edirsə, deməli mən də bunu etməliyəm. Toplumda məsəl üçün çoxluq var da. Hamı edir, mən də edim, dostlarım edir, mən də edim, qohumlar edir, mən də edim. Bu cəmiyyət tərəfindən qəbul edilməyə aiddir. Sonra gəlirik şəxsi qərəzlik. Şəxsi qərəzliyin məntiq xətası budur ki, bir insana bəzən səsləndirdiyi fikrə görə, bəzən danışığına görə, bəzən geyiminə görə, bəzən etdiyi hərəkətə görə, bəzən nəyisə sevdiyinə görə. Məsələn, burada belə bir fikir ifadə edir ki, deyir Aydan sahibsiz heyvanları sığınacağa, Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa götürməliyik. Aydan çox qəribə qızdır. Gülməli paltarlar geyinir və bizdən ayrı gəzir. Ona görə də yəqin ki, dediyi səhvdir. Baxın, şəxsi qərəzlik budur. Yəni onun geyiminə, ifadə etdiyi fikrə, hansısa bir şeyə görə həmin insana qərəzli şəkildə yanaşmaqdır. Sonra gəlir boş adam xətası. Boş adam xətası odur ki, məsələn, əsas bəzən buna nənələrimiz nə deyirdi? Boş-boş danışan insan deyirdik də bu. Bəzən fikir ifadə eləyirsən, sənin fikrin qalır, özünkünü ortalığa gətirir. Məsələn, o insana nə deyirik? Deyirik ki, sən niyə boş-boş danışırsan? Axı mən elə demədim. Yəni sənin fikrin tamamilə fərqlidir, o isə öz fikrini ortalığa çıxartmaq istəyir. Əsas öz fikrini götürür. Yəni məsələn belə düşünək də, deyirik ki, valideynə deyirsən ki, sənin övladın son zamanlar dərslərini zəif oxuyur. Deyirsən nə deməksə, mən məsuliyyətsiz valideynəm. Bu boş adam xətasıdır. Sənin dediyin fikir fərqlidir, onun dediyi fikir fərqlidir. Sonra gəlirik çox mənalı danışmaq. Çox mənalı danışmaq odur ki, bunu da deyirik, söz oyunu deyək də, sözü başqa yerə gətirir, fərqli mənada sözlər istifadə edir. Bəzən auditoriyanın fikrini yayındırmağa çalışır. Bəzən şagirdlərə deyirsən ki, ay bala danışmayın, dərsi dinləyin. Deyir, müəllimə danışmırdıq ki, dərs bir-birimizdən söz soruşurduq və yaxud tapşırıq soruşurduq. Bu da danışmaqdır əslində. Amma onlar fikri yayındırırlar ki, guya müəllimə deməsin də, bunlar danışırlar. Sadəcə deyir ki, söz soruşurdum. Yəni bu elə söz oyunu deməkdir, çox mənalı danışmaq. Və sonuncu sirkulyar arqumentdir ki, burada fərqli bir fikir ehtiva etmir. Burada sadəcə deyilənə bir mən artırır. Məsələn, deyir ki, siqaret çəkmək məsləhət görülmür, insan sağlamlığına ziyandır. Deyir, hə, mən də çəkmirəm, insan sağlamlığına ziyandır. Yəni sadəcə deyilənə bir mən artırmaqla fikrini ifadə etmiş olur. Bu oldu sirkulyar arqument. Deməli, biz məntiqi təfəkkür, düşünmə formaları, eyni zamanda məntiq xətalarını izah etdik. İndi isə mən sizə qısaca tənqidi təfəkkür haqqında izah verəcəm, yaradıcı təfəkkür haqqında, sonra isə testimizi işləyəcəyik. Tənqidi təfəkkür nədir? Məntiqi tənqidi yaradıcı. Məntiqi dedim ki, hazır məlumat, hazır faktlara istinad edir. Bəs tənqidi təfəkkür nədir? Problemi, qarşıya çıxan məsələləri düzgün anlamaq, təhlil etmək, dəyərləndirmək, problemi səmərəli yolla həll etmək. Baxın, tənqid etməklə tənqidi təfəkkür fərqli anlayışlardır. Tənqid etmək odur ki, hər bir şeyi pisini deməkdir. Yəni tənqid edirsən bir insanı ki, sən busan, ancaq pisi düşünürsən də, bir orada yaxşı fikir ifadə etmirsən. Amma tənqidi təfəkkür nədir? Tənqidi təfəkkür odur ki, bir məsələyə doğru və qərəzsiz yanaşmaqdır. Yəni aydın və rasional düşüncə formalaşdırmaq bacarığı deməkdir. Tənqidi təfəkkür bir şeyə münasibət bildirmək, bir şeyə əsaslandırmaq, bir məsələni dəyərləndirməkdir. Yəni tənqidi təfəkkürdə odur ki, verilən məlumata özündən, yəni şəxsən
bildirilən fikir, amma doğru fikir. Məsələn, məntiqi təfəkkür, bir də deyirəm müəllimlər. Baxın, tutaq ki, mətn verilib. Mətndə deyir ki, mətnin ideyasını müəyyən et. Bu oldu məntiqi təfəkkür. Və yaxud da deyirəm ki, mətndə baş verənləri qısaca izah elə. Bu oldu məntiqi təfəkkür. Çünki hazır məlumatı mən ondan soruşuram. Amma bir də deyirəm ki, mətndə baş verənlərə nə münasibət bildirərsən və yaxud da mətndəki oğlan o hərəkəti niyə etdi? Artıq münasibət bildirir. Başlayır şagird özündən mətnə münasibət bildirir, mətndəki qəhrəmanın hərəkətlərinə münasibət bildirir. Artıq bu olur tənqidi təfəkkür. Tənqidi təfəkkür bir şeyə münasibət bildirmək, bir fikri dəyərləndirmək, əsaslandırmaqdır, aydınlaşdırmaqdır, təhlil etməkdir, amma düzgün formada. Bəzən evimizdə televiziyada bir film izləyirik. Siz deyirsiniz yaxşıdır, o biri deyir pisdir, biri deyir maraqlıdır, biri deyir mən sevmədim. Amma hər dəfə dedikcə hər kəs öz fikrini gətirir. Siz deyirsiniz mənim çox xoşuma gəldi, buna görə, o deyir mənim heç sevmədim, buna görə. Yəni hər kəsin öz fikrini söyləməsi tənqidi təfəkkürə gətirir, çıxarır. Və tənqidi düşünən insan problemi düzgün müəyyənləşdirir, problemin həll yolunu daha yaxşılaşdırmağa çalışır, eyni zamanda yaranma səbəbini aydınlaşdırır, araşdırarkən problem haqqında informasiya toplayır, sistemli şəkildə həll edə bilir. Yəni bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görə bilməyə çalışır. Eyni zamanda tənqidi düşünmək üçün insan məqsəd yönlü suallar verməyi bacarmalıdır. Vacib informasiyalar toplamalıdır, məlumatlanmalıdır və çox geniş yayılmış, hamı tərəfindən şübhə doğuran, yəni şübhə ilə yanaşılan məsələlərə, müzakirələri adətən çalışır ki, bu insan özü də fərqli bir yönlə yanaşsın. Yəni tənqidi təfəkkür dediyimiz kimi mühakimə yürütmək, ədalətli qərar vermək bu kimi məqamları özündə əks etdirir və bayaq dedik ki, tənqididə səbəb-nəticə əlaqəsi idi. Problemin sadə həll yoluydu, amma tənqidi təfəkkürdə nədir? Təhlil etmək var, interpretasiya izah etməkdir. İzah etmək, yəni aydınlaşdırmaq, izah etmək, özünə və yaxud başqasına etibarlı informasiya toplamaq, qərəzsiz yanaşmaq və problemi həll etmək kimi bacarıqları özündə formalaşdırır. Və tənqidi təfəkkürün xüsusiyyətləri var ki, bir şeyi müşahidə etmək xüsusiyyəti var. Bir şeyi müşahidə edən zaman, məsələn, müşahidə edirik. Bir məsələyə ümumiyyətlə müşahidə etmək tənqidi təfəkkürün vacib məqamlarındandır, əsas məqamlarındandır, əsas bacarıqlarındandır ki, yəni biz müşahidə etdiyimiz zaman hər hansı bir məsələni nə vaxt olub, niyə olub, kim edib, niyə edib, bax müşahidə edirik. Sonra gəlirik, xüsusiyyəti təhlil etməyə başlayırıq. Məsələn, təhlil edirik ki, məsəl üçün müşahidə etdiyim filan problemi filan vaxtda olub, kim edib, hansı səbəbdən edib, indi gəlirəm onu təhlil edirəm. Təhlil etdim, yəni analitik bacarıq artıq burada formalaşır. Təhlil etdikdən sonra nəticə çıxartmağa çalışıram. Nəticəni çıxarıram, nəticəmi çıxartdıqdan sonra ətrafla ünsiyyət qururam və ünsiyyətimi qurduqdan sonra problemi sonda həll etməyə çalışıram. Artıq bu tənqidi təfəkkürün xüsusiyyətləridir və biz müəllimlər tənqidi təfəkkürü təlimdə formalaşdıra bilərik və eyni zamanda da formalaşdırmalıyıq. Hər hansı bir sual verməklə, hər hansı bir üsullardan istifadə etməklə. Məsələn, baxın, burada 4M1KH üsulu var. O bir iş usuludur. Onu ayrıca bir mövzu kimi keçəcəyik sizlə. Sonra gəlin müzakirə edək. Hər hansı bir problemi ortaya qoyub müzakirə edə bilərik. Və yaxud da, məsəl üçün, qaydalar var. Tutaq ki, deyir ki, uşaqlar, dünyada 3 qayda var. Bu qaydanın çünküsü var. Məsəl üçün də bu qaydaları deyirsiniz və çünküləri var. Məsəl üçün mən bu qaydanı niyə seçərəm? Digər şagird deyir mən bu qaydanı nə üçün seçərəm? Yəni hər bir şagird seçdiyi qaydanın çünküsünü izah edərkən tənqidi təfəkkür formalaşdırır. Yad planetli ilə səyahət turu var və yaxud nə baş verərdi? Məsəl üçün kompüter olmasaydı nə baş verərdi? Tablet olmasaydı nə baş verərdi? Telefon olmasaydı nə baş verərdi? Bu kimi fikirlərlə biz şagirdlərin tənqidi təfəkkürünü formalaşdıra bilərik.
İndi isə gəlirik yaradıcıya. Yaradıcı təfəkkür nədir? Yaradıcı təfəkkür indi bilirik ki, hal-hazırda yaşadığımız 21-ci əsrdir və hal-hazırda da dəyişiklik axşamınız xeyir. Dəyişiklik sürətli formadadır. 10 illikdə kəskin dəyişikliklər dövrüdür. Yeni informasiyalar, yeni texnologiyalar, yeni problemlər. Yəni hər gün yeniliklə qarşılaşırıq da, bu faktdır. Və yaradıcı təfəkkürü formalaşdırmalıyıq. Necə? Ümumiyyətlə, yaradıcı təfəkkür nədir? Birinci buna baxaq. Yaradıcı təfəkkür kreativ düşünmədə deyirik buna. Həm də bu 21-ci əsr bacarığıdır. Tənqidi təfəkkür də, yaradıcı təfəkkür də. Bunlar 21-ci əsr bacarıqlarıdır ki, əşyadır, hadisədir, problemdir. Bunun üçün fərqli yollar, yeni yollar axtarmaq, məsələyə fərqli nöqteyi nəzərdən baxmaq, çərçivədən kənar çıxmaq. Baxın, bəzən deyir ki, məsələyə alternativ yanaş. Məsələyə orijinal yanaş. Bunlar belə, bax, orijinaldır, alternativdir, fərqlidir, hətta qeyri-standart sözü belə. Bəzən deyir ki, şagird məsələyə qeyri-standart yanaşdı. Bu hansı təfəkkürü formalaşdırır? Artıq burada qeyri-standart sözü bizə yaradıcı təfəkkürün formalaşdığını bildirir. Yəni dediyim kimi, yaradıcı təfəkkür yeni, fərqli, müxtəlif, alternativ, orijinal, qeyri-standart kimi fikirlər əgər ki yazılırsa, yəni bu onun bir növ açar məqamlarıdır. Deməli, biz yaradıcı təfəkkürün formalaşmasına bəhs edə bilərik. Və yaradıcı təfəkkür bəzi düşünmə formalarını, yəni düşünmə bacarığını reallaşdırma yolları var ki, bunun birincisi əlaqələrin yaradılması. Yəni əlaqənin yaradılması deyəndə insanın ağlına müxtəlif ideyalar gələ bilir. Müxtəlif ideyalarla insan əlaqə yaradıb deməli, yaradıcılığı formalaşdıra bilər. Hətta deyir ki, təyyarəçi Robert Plat bilə mövcud çamadanla təkərri birləşdirmiş, təkərli çamadanı formalaşdırmışdı. Sonra sual vermək bacarığı var. Yəni bilirik ki, sual vermək, qarşıya çıxan hər hansı bir məsələni, yəni araşdıran zaman yaradıcı düşünən deyir insan özü-özünə nə qədər çox sual versə, bir o qədər yaradıcılıq formalaşar. Yəni mən məsələni necə həll edə bilərəm? Bu məsələyə başqa necə yanaşa bilərəm? Problemi başqa necə həll edə bilərəm kimi fikirlərlə biz yaradıcılığı formalaşdıra bilərik. Bu da sual vermə bacarığı formalaşdırır. Sonra təcrübə aparmaq var. Təcrübə aparmaq əlbəttə ki, yaradıcı düşünən insanın etdiklərini sınaqdan keçirmək deməkdir. Yəni bəzən ağlımıza bir fikir gəlir, yaradıcı bir fikir. Hər hansı bir çantamıza gülmü vuraq, və yaxud donumuza nəysəmi edək, və yaxud evdə hansı dəyişiklik edək, və yaxud hər hansı bir fikir gəlir ki, bunu etməliyəm. Bunu etmək insanın ağlında yaradıcılıq formalaşdırır və bəzən etdiyimiz uğursuz olur. Amma nə etməliyik? Uğursuzluqlar əlbəttə ki, gözləniləndir. Çünki etdiyimiz hər bir şeyin mükəmməl alınacağı deyə bir şey yoxdur. Bəzən etdiyimiz işdə ilk dəfə uğursuzluqlarla qarşılaşırıq. Onun üçün də neynirik? İşi dayandırmırıq, uğursuzluqları gözə alırıq, risk alırıq. Risk etməkdə yaradıcı təfəkkürün bir növ açar sözüdür. Risk sözünü də görəndə testlərdə bilin ki, bu yaradıcılığa aiddir. Yəni bunu edənə qədər, formalaşdırana qədər özümüzdə bu işi davam etdiririk. Və müşahidə etmək bacarığı var. Müşahidə etmək də həm tənqididə var, həm yaradıcıda var. Tənqididə müşahidə edirik, problemin nə zaman, kim tərəfindən baş verdiyini öyrənmək üçün. Kim edib, nə zaman edib, necə olub. Amma müşahidə yaradıcılıqda nədir? Müşahidə edib yeni fikirlər formalaşdırırsan. Bəzən insanın geyiminə baxırıq, bəzən etdiyi məsəl çıxışlara baxırıq, bəzən etdiyi hərəkətlərə baxırıq. Biz də özümüzdə yeniliyi formalaşdırmağa çalışırıq. Və gəlirik nəyə? Bu yaradıcı təfəkkürü formalaşdıran yollar idi və eyni zamanda da təbii ki, yaradıcı sinif mühiti yaratmaq biz müəllimlərin əlbəttə ki, işidir. Yəni şagirdlərə yaradıcı sinif mühiti formalaşdırmalıyıq. Onları araşdırmağa, yenilikləri öyrənməyə sövq etməli. Yəni belə bir sinifdə həm də şagirddə açıq düşüncə tərzi formalaşır. Şagird
əylənərək rahat öyrənə bilir, özünü rahat hiss edə bilir. Yaradıcı fikirlər, təkliflər etməyə sövq etmək lazımdır şagirdləri. Yəni ənənəvi sinif mühitindən fərqli olaraq kreativ sinif mühitində şagirdlər özlərini daha rahat hiss edirlər. Yəni burada həm müzakirələr rahat formada gedir, həm fikirlərini, ideyalarını rahat formada ifadə edə bilirlər. Yəni özünü yaradıcı şəkildə ifadə etməyi bacarır şagirdlər. Və təbii ki, yenə də hər bir təfəkkürdə olduğu kimi yaradıcı təfəkkürü də biz müəllimlər bəzi texnikalarından istifadə edərək şagirdlərdə formalaşdıra bilərik ki, bunlardan biri də beyin həmləsi üsuludur. Beyin həmləsi bir iş üsuludur. Buna həm də biz əqli hücum deyirik ki, beyin həmləsi yaradıcılıq formalaşdırır. Yəni burada fikir ortaya qoyulur, problem ortaya qoyulur, mümkün variantlar sadalanır. Mümkün variantlar sadalanır. Hər bir şagird ağlına gələn mümkün variantı deyə bilər. Və burada ağlarına gələn mümkün variantda şagirddə yaradıcılığı formalaşdırmağa gətirir, çıxarır ki, hər bir şagird öz fikrini ifadə etdiyi üçün yaradıcılıq formalaşır onda. Sonra 4M1KH üsulu var ki, bu üsul dediyimiz kimi iş üsullarına, yəni təlim üsullarına aiddir. Bunu da geniş keçəcəyik sizlə, amma layihələrin yazılmasında, hər hansı bir problemin həllində çox faydalı bir üsuldur. Layihə varsa təbii ki, burada yaradıcılıqdan söhbət gedəcək. Analogiyanın tapılması var ki, məsələlərin oxşar və fərqli cəhətlərini, ideyalarını müəyyən etməyə kömək edir. Yəni analogiyanı deyərkən bir şeyin analogi, yəni oxşarını tapmaq, oxşar və fərqli cəhətlərini. Məsələn, hətta deyir ki, təyyarə quşa, deməli təyyarənin quşun təyyarəyə bənzəməsi, cırcıramanın vertolyota bənzəməsi, yəni bunlar da hər biri analogiyanın tapılmasına aiddir. Yəni analogiya oxşarlaşdırmaq deməkdir və əşyaların qeyri-adi istifadəsi. Yəni hər hansı bir əşyanı qeyri-adi formada istifadə etmək. Sual veririk. Bu da təlim strategiyalarına aiddir. Yəni məsələn bəzən götürürük bir qələmi, şagirdlərimizə sual edirik ki, sizcə bunu necə istifadə edə bilərik? Məsələn, şagird öz fikrini söyləyir və yaxud da məsələn hər hansı başqa bir əşyanı götürürük, sual edirik. Yəni əşyaların qeyri-adi istifadəsi dedikdə bu da yaradıcılığı formalaşdırmağa kömək edir. Və sonuncu olaraq təfəkkürdə problem həll etmə bacarığı var ki, əlbəttə ki, problem həll etmə də özü addımlardan ibarətdir. Yəni problemi müəyyənləşdirmək, problemin həll yolu. Ümumiyyətlə bilirik ki, problem həll etmək üçün biz nə edə bilərik? Əlbəttə ki, birinci problem müəyyənləşməlidir. O problem niyə yaranıb, kim edib? Birinci onu müəyyənləşdiririk və problemi müəyyənləşdirdikdən sonra, aydınlaşdırdıqdan sonra, məsələni aşkarladıqdan sonra həll yolunu planlayırıq. Həll yolunu planladıqdan sonra əlbəttə planı həyata keçiririk. Planı həyata keçirdikdən sonra prosesimizi dəyərləndirmək var. Artıq burada şagirdlər planı həyata keçirdilər. Bir-birlərini bu formada təqdim etdilər həmin planı və indi hal-hazırda prosesi dəyərləndirmək mərhələsindədir ki, burada şagirdlər keçirdikləri nəticəni qiymətləndirirlər. Yəni prosesi dəyərləndirirlər daha doğrusu və sonda qiymətləndirmədir ki, şagirdləri həmin o belə deyək də etdikləri problemi qiymətləndiririk. Bu da əlbəttə nədən asılıdır? Daha doğrusu necə edirik? Formativ, summativ qiymətləndirməni. Əlbəttə ki, bizim gündəlik qiymətləndirməmiz formativ qiymətləndirmədir. Davamlı öyrənmə və əsas rol oynayan, yəni davamlı öyrənmədə əsas rol oynayan, problemlərin həllində mükəmməl şəkildə inteqrasiya olunan formativ qiymətləndirmədir ki, biz müəllimlər də formativ qiymətləndirməklə şagirdlərimizi qiymətləndiririk. Bu da bizim müəllimlər təfəkkür haqqında olan izahımız idi. İndi mən sizə təfəkkür haqqında testi gətirəcəm və mənim izahım nəticəsində görək kimlərin yadında nə qalıb, birlikdə təfəkkür testindən birazca işləyək. Testi gətirim ekrana. Çox istəyərdim ki, bir-bir müəllimlər oxusun. Oxumaq istəyənlər əl işarəsini qoysunlar ekrana
Mən də görüm və bir-bir adınızı çəkim, bir-bir oxuyaq və mən də sizə istiqamət verəcəm. Yəni oxuyun, sadəcə istiqamət verərək birgə izah edək. Aha. Təfəkkür testimizdən başlayaq. Kimləri oxumaq istəyir müəllimlər? Vüqar Əsədov, buyurun. İlk sualı oxuyun. Müəllimə, məndə kitab yoxdur. PDF açım onda da olar. Aha, ekrandan görmürsünüz ki? Xeyr, müəllimə, görsənmir məndə. Aha, müəllimlər heç kəs görmür ekranı. Görünmür müəllimə. Kim deyim? Yox, səsli şəkildə oxuyaq. Səsli şəkildə oxuyaq və cavabı deyək. Aha. Deməli, deyir müşahidə etmək, uyğunluğu istəyir bizdən, müşahidə etmək, sual vermək, təcrübə aparmaq, əlaqənin yaradılması. Aha. Bax, indi izah etdim bunu. Müşahidə etmək, baxmaq, izləmək. Bax, bu cür, bu açar sözlə tapa bilərsiniz. Sonra təcrübə aparmaqda risk var. Əlaqənin yaradılmasında assosiasiya var. Aha. Şagird bu fəaliyyət etmək, yönətmək lazımdır. Hə, bax indi gəl. Müşahidə etmək. Aha, müşahidə etmək hansındadır? Baxmaq, izləmək. Müşahidə etmək. Yönətmək lazımdır. Bax 1 2 3 4. Bax belə bir şey yazdım ekranda və müşahidə etmək. Bax baxmaq, bax görürsüz C variantında baxmaq var. İnsanın təcrübələrini izləmək. Bax görürsüz bir də olacaq C variantı. Sonra sual vermək. Sual vermək odur ki, şagirdləri bu fəaliyyətə yönətmək lazımdır ki, onlar düşüncələrini fərqli yöndə bilsin, fərqli yönəldə bilsinlər. 2-də olacaq A. 3-də təcrübə aparmaq. Təcrübədə nə dedim? Dedim ki, risk olmalıdır. Risk etməkdə hansında var? Gəlin baxaq. Bu fəaliyyət uğursuzluq gözlənilir və əksinə yolunu tapmaq üçün çalışmaq lazımdır. Bax, burada D variantında 3-də olacaqdır. Burada əlaqənin yaradılması, bax, assosiasiyanı yaratmaq demək. Assosiasiya da əlaqə deməkdir. 4-də də olacaq B variantı. Deməli, 1-də C, 2-də A, 3-də D, 4-də B. Cavab olacaq A variantı. Sonra gəlin ikinci suala baxaq. Cavabları sizdən alacağım. Müəllimin hansı fəaliyyəti şagirdlərdə problem həll etmə bacarığının formalaşmasına daha az xidmət edir? Müəllim şagirdlərə müşahidə zamanı əldə etdikləri məlumatları təhlil etməyə və dəyərləndirməyə yönəldən suallar ünvanlayır. Problemin həlli proseslərini şagirdlərə aydın şəkildə çatdırmaq üçün onlara real həyati situasiyalar təqdim edir. Şagirdlərə birgə çalışa, bir-biri ilə fikirlərini paylaşa biləcəkləri layihə işi verərək dəstəkləyici mühit yaradır. Müəllim şagirdlərin çətinliklə qarşılaşdıqda emosional sabitlik nümayiş etdirmələrini təmin etmək üçün onlara müxtəlif praktik məşğələlər keçir. Müəllim təqdim etdiyi problemin həlli yolunun addımlarını şagirdlərə aydın təlimatla çatdırır. Lazım gəldikdə konstruktiv rəylə təmin edir. Sizin fikrinizcə cavab hansı? Hansı? Y variantı mənim. Aha, digər müəllimlər fikirlərinizi alın. Y variantı. Nəyə görə Y variantıdır müəllimə? Orada deyir ki, müəllimə, yaxşı oxunmur ekran, bir dəqiqə problemin həll yollarının adıma şagirdlərə deyir Aydın təlimat çatdırır. Bəli, aydın təlimat çatdırmaq artıq burada şagirdin, yəni müəllim aydın təlimat çatdırırsa burada problem həll etmədən söhbət gedə bilməz. Ona görə aydın təlimat çatdırmaq, bəli, burada olacaq Y variantı. Y variantı yanlışdır. Yəni problem həll etməyə daha az xidmət edir.
Gəlirik, hansı variantda uyğunluq gözlənilib? Arqumentləri kənara qoyaraq öz mövqeyini gücləndirmək, boş adam xətası. Bəli, bayaq da dedik ki, əsas fikri kənara qoyub öz mövqeyini gücləndirirsə, bu boş adam xətasıdır. Deməli, bu doğrudur. Danışanın fikrini yayındıraraq səsləndirdiyi fikri fərqli istiqamətə çevirmək, çox mənalı danışmaq, əslində çox mənalı danışmaqdır. Amma burada nə yazıb? Yanlış yazıb. Ona görə bu səhvdir. Fikri əsaslandırmaq üçün deyilmiş fikri dəyişmək, sadəcə dəyişmək, bəli, sirkulyar arqumentdir bu. Hörmət edilən şəxs nəyəsə inanarsa, bu onun doğru olduğunu düşünmək. Özünü bənzətmədə, amma yanlış yazıb. Deməli, bunu da götürmürük. Cavabımız nə olacaq? 1 ilə 3 olacaq. Təfəkkürə aid edilə bilməz. Təfəkkür insan zehnində baş verən idraki prosesdir. Bəli. Təfəkkür xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Xeyr, təfəkkür heç bir sahə ilə bağlı elementi əhatə etmir. Təfəkkür çünki idraki prosesdir. Təfəkkür insanda psixoloji assosiasiyalar, müxtəlif modellər formalaşdırmağa kömək edir. Təfəkkür informasiya axtaranda, ümumiləşdirəndə həmin fəaliyyət zamanı formalaşır. Təfəkkür refleksiya yolu ilə metakognitiv bilikləri formalaşdırır. Amma təfəkkür xüsusi bir sahə ilə bağlı deyil. Ona görə cavabımız olacaq B variantı. Gəldik 5-ci sualda. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Tənqidi təfəkkürə malik şəxslər əsassız fikirləri bir-birindən fərqləndirə bilirlər. Əlbəttə ki, yəni bu dedik ki, tənqidi təfəkkürdə əsassız fikirləri bir-birindən ayıra bilir. Yəni bir fikrə münasibət bildirə bilir, onu dəyərləndirə bilir. Ona görə bu doğru fikirdir. Tənqidi təfəkkürə malik şəxslər alternativ. Bax, bu alternativ yol, alternativ sözü yaradıcıya aiddir. Ona görə də bu yanlışdır. İnsan düşünərkən yalnız bir düşünmə formasından istifadə etmir. Əlbəttə ki, hər bir düşünmə formasından istifadə edirik. Tənqidi təfəkkürə malik olan şəxslər müəyyən məsələlərə qeyri-standart. Bax, bayaq bu açar sözlərini mən sizə deyirdim. Alternativ, qeyri-standart, müxtəlif, fərqli. Deməli, bu nədir? Yanlışdır. Tənqidi təfəkkürə aid deyil. İndi cavabımız nə olacaq? Əlbəttə ki, 1 ilə 4 olacaq. Cavab olacaq D variantı. Klasteri tamamlayın. Yaradıcı təfəkkür yeni yanaşmalar tələb edir. Hadisələrə və problemlərə fərqli baxmaq bacarığıdır. Təkcə qabiliyyət və istedadla bağlı deyil. Formalaşdırılması mümkün təfəkkür növüdür. İndi baxırıq görək yaradıcıya burada nə aid ola bilər. Müxtəlif yanaşmalardan istifadə edərək yeni yanaşma. Bax, elə bu yeni sözü bizə istiqamət verir ki, elə bu yaradıcıya aiddir. Bax, elə A variantı doğrudur. Digərlərinə də baxaq. Etibarlı informasiya toplamağı tələb edir. Xeyr, bu təfəkkür tənqidiyə aiddir. Dilemmalar üzərində müzakirə apararkən fikri əsaslandırır. Əsaslandırmaq da ona aiddir. Problemin yaranma səbəbini araşdırır. Bu da aid deyil. Problemin sadə həll yolunu tələb edir. Bu da aid deyil. Bu məntiqi təfəkkürü. Deməli, elə burada A variantı doğru fikirdir. Gəlirik 7-ci sualımıza. Uyğunluğu müəyyən edin. Gələn turistlərin bir neçəsi sarışındır. Ruslar sarışın olur. Deməli, gələn turistlərin hamısı rusdur. Bu nə idi? Həddən artıq ümumiləşdirmə. Deməli, burada olacaq C. Övladınız son zamanlar dərsə hazırlıqsız gəlir. Siz mənim yaxşı valideyn olmadığımı deyirsiniz. Bayaq mən bunu izah eləmişdim. Boş adamdır, bəli. Burada olacaq B variantı. Yağlı xörəklərin yeyilməsi məsləhət görülmür. Çünki sağlamlığa ziyandır. Mən də yağlı yeməklər yemirəm. Çünki sağlamlığa ziyandır. Nə idi bu? Eyni ilə fikri, sirkulyar arqument. Test tapşırıqlarının cavablarının çoxu səhvdir. Demişdim ki, imtahana qədər telefondan istifadəyə məhdudiyyət qoy.
Telefondan istifadə etmirdim. Sadəcə gələn bildirişləri silirdim. Bax, fərqli mənada fərqli sözlər istifadə edir. Deməli C, B, A, D. Baxaq görək. Cavabımız olacaq D variantı. Verilənlərdən biri divergent düşüncə tərzinin xüsusiyyətinə aid deyil. Divergent nə idi? Divergentlər müxtəlif yollar axtarır, nəticəyə gələ bilmir, problemi həll edə bilmir. İndi gəlin baxaq. Bu düşüncəyə malik olan insanlar problemin həllinə müxtəlif perspektivdən baxır. Bəli, onlar fərqli yollar axtarırlar. Çünki yaradıcı insandılar. Hər hansı bir problemin həlli yolu ilə bağlı alternativlər axtarır. Alternativ varsa bu yaradıcılığa aiddir. Əlbəttə ki, bunu da biz divergentə aid edirik. Mövcud ideyalar içərisində ən səmərələsini müəyyənləşdirib problemi həll edir. Xeyr, onlar problem həll edə bilmirlər. Ona görə də cavabımız nə olacaq? C variantı. Gəldik, düşünmə formalarından verib. Kitab-ı Dədə Qorqud dastanında Basatın Təpəgözü öldürdüyü boy əfsanəvi səciyyə daşıyır. Bizə bir nümunə verdi. Nədən nümunə verdi? Kitab-ı Dədə Qorquddan Basatın Təpəgözü öldürdüyü boyu nümunə verdi. Deməli, dastan yalnız real hadisələri əks etdirmir. Burada əfsanə elementləri də mövcuddur. Sonda isə nəticəyə gəldi. Deməli, nədir? İnduktiv düşünmədir burada. Burada induktiv mühakimə yürütdü. Nümunədən qaydaya gəldi. Gəlirik. Uyğunluğu müəyyən edin. Səmərəli düşünən şagirdin bacarıqlarına aid deyil. Hadisələri düzgün təhlil edir. Bəli. Fikirlərini formalaşdırmağı və ifadə etməyi bacarır. Bəli. Uzun və səthi müzakirələrdən yorulmurlar. Niyə ki? Bax, yorulurlar. Biri budur. Fikirlərini əsaslandırmağı bacarırlar. Bəli. Situasiyada problemi qabardırlar. Xeyr. Deməli, aid olmayanlar hansıdır? 3-lə 5. Cavab olacaq B variantı. Gəlirik 11-12-ci sualımıza. Yanlış fikri müəyyənləşdirin. Tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Əlbəttə, mütləq tənqidi və yaradıcı üçün məntiqi formalaşmalıdır. Gəlinən nəticələrin doğru olması üçün onlara əmələ gətirən prinsiplərin də doğru olması şərtdir. Əlbəttə ki, hər hansı bir nəticəyə gəlirsə, onun prinsip doğru olmalıdır. Ardıcıl düşünən şagird bir addımı bitirdikdən sonra digərinə keçir. Bayaq da izah elədim ki, ardıcıl düşünmədə bir addım bitir, digərinə keçirilir. Verbal düşünən şagird sxem və cədvəlləri daha sistemli izah edir. Xeyr, bax bu verbal, qeyri-verbala aiddir sxem və cədvəl. Verballar sözlü, səsli düşünürlər. Fikirlərini səsli şəkildə ifadə etməyi bacarırlar. Amma qeyri-verballar isə sxem və cədvəllərdə daha səmərəli istifadə edə bilirlər. 12-ci sualımız. Hansı tapşırıq şagirddə tənqidi təfəkkürü formalaşdırmır? Tənqidi təfəkkürü formalaşdırmaq üçün birinci məlumatımız hazır məlumat olmamalıdır. Yəni, orada əsaslandırma bacarığı olmalıdır, orada dəyərləndirmə bacarığı olmalıdır. Amma hazır məlumata istinad edilirsə, burada məntiqi təfəkkür olacaq ki, gəlin baxaq variantlara. Təbiətdə qida zənciri mövzusunu fərqli kitablardan araşdırmaq. Burada hazır məlumat yoxdur, hələ araşdırma verir. Mövzunu araşdırmaq. Finlandiya təhsilini Cənubi Koreya təhsil sistemi ilə müqayisə edərək dəyərləndirmək. Dəyərləndirməkdir, araşdırmaqdır. Bunlar tənqidi təfəkkürün açar sözləridir. İnternet resurslarından istifadə edərək Kür və Araz çaylarının təsərrüfat əhəmiyyətini təhlil etmək. Təhlil etmək də tənqidi təfəkkürə aid ifadədir. NATO təşkilatının üzv olan ölkələri sadalamaq və fəaliyyətlərini söyləmək. Birinci NATO təşkilatına üzv olan ölkələr faktlardır. Yəni bu hansı ki ölkələr ora üzvdürlər və bunu sadalayıb onların fəaliyyətini söyləyəcəksə biz burada tənqidi təfəkkürdən söhbət aça bilmərik. Çünki tənqidi təfəkkür bir şeyi dəyərləndirmək, təhlil etmək, əsaslandırmaqdır. Amma burada nəyi deyir bizə? Faktı deyir. Ona görə də variantımız D variantıdır. Tənqidi təfəkkürə aid deyil.
Gələk 13-cü sualımızda. Venn diaqramına əsasən doğru fikirləri müəyyənləşdirin. Divergent, konvergent və oxşar cəhəti. Divergent düşünən insan əlavə fikirlər tapmaqda yaxşı idi, amma nəticəyə gələ bilmirdi. Deməli, hərəsindən birini seçəcəyik. Əlavə fikirlər tapmaqda yaxşıdırlar. Bax, elə bu divergentə aiddir. Problemin həllinə yaradıcı yanaşmır. Bunu götürmürük, bu aid deyil. Keçək konvergentə. Yeni fikirlər tapmaqda çətinlik çəkirlər. Bəli, yeni fikirlər tapmaqda çətinlik çəkirlər. İdeya axtarışında olurlar. Problemin bir həll yolu ilə kifayətlənmirlər. Bu xeyr, bu aid deyil. Deməli, burada da 5-i götürəcək. İndi gəlin ikisinin oxşar cəhətinə baxaq. Tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur. Bu birinə aiddir. Konvergentə aiddir, divergentə aid deyil. Ona görə bunu da götürə bilmərik. Situasiyaya uyğun səmərəli qərar çıxardırlar. Bəli, bu hər ikisinə aiddir. Hər ikisi situasiyaya uyğun səmərəli qərar çıxardır. Deməli, nə olacaq? 1, 4, 5 var. Bəli, C variantı. Deməli, elektron cihazlardan uzun müddət istifadə etdikdə insan sağlamlığı üçün təhlükə yarana bilər. Elektron cihazlar ümumi. Baxın, burada elektron cihazları ümumi dedi bizə. Yəni, ümumi fikri deyir. Planşet, telefon elektron cihazlardır. Bunlardan uzun müddət istifadə insan sağlamlığı üçün təhlükə yarada bilər. Deməli, bu şəkildə fikir yürüdən şagirddə hansı düşüncə tərzi formalaşır? Bu induktivdir, deduktivdir. Deduktivdir, bəli. Nəyə görə? Çünki ümumi fikirdən, ümumi anlayışdan xüsusi fikrə gəlir. Bəli, deduktivdir, doğru. Yarasaların görmə qabiliyyəti olmadığı halda onlar ötürdükləri siqnalları maneələrə toxunaraq geri qayıtması ilə istiqamətlərini müəyyən edə bilirlər. Onların bu xüsusiyyəti nəticəsində radar sistemi yaradılmışdır. Verilmiş nümunə yaradıcı təfəkkürün inkişafına xidmət edən hansı texnikaya aid edilə bilər? Yarasanın görmə sistemi ilə radarı neynir? Oxşarlaşdırır. Oxşarlaşdırırsa analogiyanın tapılması. Avtomobildə yanacağın tam yanmaması qara tüstünün yaranmasına səbəb olur. Bu isə ekologiyanı çirkləndirir. Havada oksigenin azalması ilə nəticələnir. Havanın çirklənməsi, oksigenin azalması isə ağciyərin funksiyasına təsir edir. Baxın, bu insan sağlamlığı ilə bağlı olan bir-birinə zəncirvari fikirlərdir. Bu da hansına aiddir? Əlbəttə ki, sistemli düşünməyə aid fikirlərdir. Aha. Təfəkkürə aid verilmiş cədvəldə uyğunluğu müəyyən edin. Şagird məhsul istehsalı prosesini araşdırarkən müəyyən edir ki, əhalinin alıcılıq qabiliyyəti ilə həmin məhsula olan ehtiyacı arasındakı əlaqəni təhlil edir. Təhlil etmək ardıcılığa aid deyil. Yadda saxlayın. Ardıcıl düşünmə deyil bu. Təhlil etmək analitika aiddir. Şagirdlərə sinfi tərk edərkən prosedurlara əməl edilməsinin ardıcıllığı və əhəmiyyəti izah edilib. Sonra prosesin simulyasiyası təşkil edilir. Yəni, əvvəlcə qayda deyilir, sonra ona əməl edilməlidir. Qaydadan nümunəyə gələn nə idi? Elə deduktiv idi də, düzdürmü? Ona görə bu fikir doğrudur. Müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsi hazırlamağı tapşırır. Əslində bu divergentdir, çünki layihə yenilikdir. Yəni, yaradıcılığa aiddir. Amma burada nə yazıb? Yanlış yazıb, ona görə götürmürük. Sürücü xəritəyə baxıb tıxac olan yolları müəyyən edir və ona əsasən avtomobili idarə edir. Burada analoji deyil. Xəritə varsa, burada olacaqdır qeyri-verbal. Amma qarşısına nə yazıb? Yanlış yazıb. Amma bu doğrudur da. Nəyə görə? Fikir olaraq analoji qarşısına yanlış. Yəni, bunu biz ümumi olaraq götürə bilərik. Çünki uyğunluq burada qorunub. Demək, cavabımız nə olacaq? 2 ilə 4 olacaq. Yəni, fikir olaraq doğru deyil. Sadəcə yanlış, analoji düşünmə yazıb, qarşısına yanlış yazıb. Bəli, bu analoji deyil, qeyri-verbaldır. Ona görə götürürük.
Sonra kolbasa və sosiska məmulatlarının tərkibində ətlə yanaşı ciddi dərəcədə transgen soya vardır və geni dəyişdirilmiş xammaldan hazırlanır. Belə ərzaqların qəbulu sağlamlığa ziyandır. Mən də kolbasa yemirəm, çünki sağlamlığa ziyandır. Nə olacaq bu? Sirkulyar arqument. Çünki fikrə bir dənə mən artırır. Müəllim şagirdlərlə sinif iclası keçirir və sinifdəki konflikt həll etmək üçün yeni həll yolu, yeni varsa nə olacaq? Yaradıcı təfəkkürə aid olacaq. Bəli. Verilən mövzunu araşdıran şagird düşünür ki, əvvəlcə etibarlı mənbələri müəyyənləşdirməli, sonra məlumatları qruplaşdırıb təhlil etməlidir. Deməli, burada hansı düşünmə forması olacaq? Əlbəttə ki, ardıcıl düşünmə forması olacaq. Davam edək müəllimlər. Oxumaq istəyən var? Davam edək. Necə istəyirsiniz? Oxumaq istəyən var müəllimlər? Çox sağ olun. Siz yaxşı edirsiniz. Sizlər sağ olun. Faydalı olursa nə xoş mənim üçün. Bir 30-a qədər də işləyək sizlə, sonra yekunlaşdıraq. Oxumaq istəyən var müəllimlər? Oxuyun, istiqamət verək, birlikdə cavabı müəyyənləşdirək. Kim istəyirsə əl işarəsini qoya bilər. Yəni oxuyub izah edə bilərik. Şagirdlərdə müşahidə etmə bacarığının formalaşdırılması ilə bağlı doğru fikir hansıdır? Deməli, müşahidə etmək deyəndə bir şeyə baxmaq idi, düzdürmü? İzləmək idi. Müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil etmək. Bu, müşahidə etmək bacarığına aid deyil, təhlil etmək deyil. Diskusiyalar və debatlar aparılan zaman iştirak etmək, bu da aid deyil. Müxtəlif insanların fəaliyyətinə baxmaq və izləmək. Bu nə idi? Müşahidə etmə bacarığına aid. Deməli, C variantıdır. Gələk. Deyir ki, Kür çayının mənbəyini və mənsəbini xəritədə müəyyənləşdirin. Xəritə sözü varsa nə olacaq? Qeyri-verbal. Aha. Sözün ilkin mənası onun həqiqi mənasıdır. Deməli, daş divar birləşməsi hər iki sözün həqiqi. Burada birinci nümunəni verib. Deməli, bu nə olacaq? Deduktiv. Türkiyə Yunanistan subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı istehsalı ilə məşhurdur. Lənkəran Astara bölgəsində subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı ilə istehsal edilir. Yəni, burada analoji var artıq. Burada oxşarlaşdırma var, eyniləşdirmə var. Ona görə ilə uyğun gəlir. Qeyri-verbal, deduktiv, bir də analoji. Cavabımız olacaq B variantı. Məktəbimizin şagirdlərindən biri beynəlxalq təhsil sərgisinin sahibkarlıq ideyalarını əks etdirən layihə. Layihə, bəli, yaradıcı təfəkkürə aiddir, düzdür. Əla. Şagirdlər komanda şəklində layihə üzərində çalışırlar. Onlar layihənin vacib bir mərhələsində gözlənilmə çətinliklə qarşılaşırlar. Tez bir zamanda həll yolunun tapılması vacibdir. Şagirdlər tərəfindən atılan hansı addım onların problem həll etmə bacarığına malik olduğunu göstərir. Gəlin görək. Komandaya rəhbərlik edən şagird qrup üzvlərinin kimin nəsə problemi həll etməsi üçün fəaliyyətə keçməsini gözləyir. Əlbəttə ki, bu yanlışdır. Yanlışdır. Müəllim yaranmış problemin həlli ilə bağlı tapşırığı texniki təcrübəsi ilə tanınan şagirdlərdən birinə həvalə edir. Xeyr, burada ümumidir. Ona görə biz ümumi olaraq yanaşmalıyıq. Şagirdlər yaranmış problemin aradan qaldırılması məqsədlə bütün komanda üzvlərinin iştirakı ilə müzakirə təşkil edirlər. Baxın, budur. Bütün şagirdlər bu məsələyə cəlb olunmalıdır. Müəllim yaranmış halı təhlil edir. Qarşıya çıxan çətinliyin mümkün səbəblərini müəyyənləşdirib şagirdləri istiqamətləndirir. Xeyr, müəllim yaranmış halı təhlil edirsə, burada şagird problem həll etməyəcək ki. Şagirdlər düşündükləri çətin vəziyyətdən çıxmaq üçün təkliflər edirlər ki, hər kəs problemi fərdi şəkildə həll etsin. Bu da deyil. Cavab olacaq C variantı. Sonra 25-ci sualımıza baxaq. Verilən fəaliyyətlərdən biri şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir. Diskusiyalar, dilemmalar üzərində müzakirələrin təşkil edilməsi. Bu edir.
problemli situasiya təqdim etməklə ən səmərəli həll yolunun seçilməsini tapşırmaq. Şagirdlərin öz aralarında müzakirə aparmaq, əsas məsələyə münasibət bildirmək. Bu da edir. Diskusiya zamanı diqqətli, eşitdiklərini dəqiq təkrarlamaq bacarığı. Bu, tənqidi təfəkkürü formalaşdırmaq. Burada eşitdiyini təkrarlayırsa, bunun hardan tənqidi təfəkkür olacaq? Tənqidi təfəkkür nə idi? Fikrini bildirmək. Ay, sağ ol, məntiqi təfəkkür, düzdür. Klasteri tamamlayın. Təfəkkürün növlərindən biridir. Problemə və onun həll yollarını qeyri-standart yanaşma nümayiş etdirmək. İnformasiya Yaradıcı da müəllim. yaradıcı. Çünki burada nə var? Müəllimlər, qeyri-standart sözü var. Aha. İnformasiya dəqiqliyə baxırlar. Xeyr, mürəkkəb tam bir tapşırığın ayrı-ayrı hissələrini düzgün ardıcıl qaydada işləyirlər. Məntiqi təfəkkür. Dəlillərə əsaslanır, öz mövqeyini formalaşdırır. Tənqidi təfəkkür. Risk almaq, problemin həllində çeviklik var, risk. Risk sözü nə idi? Bayaq da vurğuladım ki, yaradıcıya aiddir. Cavabımız olacaq D variantı. Müəllim şagirdlərə sual ünvanlayır. Təsəvvür edin ki, ailənin maliyyəsini idarə etməyə cavabdehsiniz. Gözlənilməz tibbi xərclər büdcənizə təsir edir və maliyyə sabitliyinizi təmin etmək üçün bəzi qərarlar qəbul etməlisiniz. Bütün zəruri xərcləri nəzərə almaq lazımdır. Artıq burada müəllim şagirdlərin qarşısına bir situasiya qoyur və situasiyada hər bir şagird öz fikrini bildirməlidir. Deməli, nə olacaq? Tənqidi təfəkkür olacaq burada. Müşahidə bacarığını təkmilləşdirmək üçün uyğun deyil. Yığcam danışmaq. Qeydlər aparmaq müşahidə etməyə aiddir. Fəal dinləyici olmalısa müşahidə edərkən nəticəyə gəlməyə tələsməmək daha doğrusu. Daha çox informasiya toplamaq. Bunlar hamısı müşahidənin bacarıqlarıdır. Amma yığcam danışmaq müşahidəyə aid deyil. Aha. Qidanın tarladan süfrəyə gətirilmə prosesini. Prosesini təsvir edən şagird hansı düşüncə nümayiş etdirir? Ardıcıldır müəllim. Ardıcıldır, bəli, ardıcıl düşünməyə aiddir. 30-u da oxuyaq. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Problem həll etmə. Otuzuncu sualımızdan davam edək. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Problem həll etmə bacarığına yiyələnmək üçün ilk olaraq bir dəqiqə. Ama sual görünmür. Hə, bir dəqiqə müəllimlər. Aha. Görürsüz indi. Hə, problem həll etmə bacarığını yiyələnmək üçün ilk olaraq həll edilməli olan problemi ətraflı tədqiq etmək əsas şərtlərdən biridir. Əlbəttə ki, bir problemi həll etmək üçün onu əsaslandırmalıyıq da, əsas tədqiq etməliyik. Problemin həllini həyata keçirdikdən sonra şagirdlərin bununla bağlı tənqidi suallar verməsi əldə edilmiş nəticələrin effektiv olub-olmamasını müəyyən etmək baxımından əhəmiyyətlidir. Bu da doğrudur. Müəllim şagirddə problem həll etmə bacarığının formalaşmasına nail olmaq üçün onlarda müşahidə aparmaq, təhlil etmə bacarığının inkişafını təmin etməlidir. Bu da doğrudur. Beyin həmləsi üsulundan istifadə edib problemin həll edilməsi üçün müxtəlif fikirlərin ortaya çıxmasına şərait yaratmaq. Bunlar hər biri doğrudurlar. Yəni burada bütün fikirlər doğrudur. Bütün fikirlər doğru olduğu üçün də biz nə edəcəyik? Burada cavabımız olacaq 1 ilə 2. Bəli. Müəllimlər 30 sual və dərsin izahı. Dərslə bağlı hər hansı bir sualınız varmı? Xeyr müəllimə, çox sağ olun. Allah razı olsun sizdən. Çox qəşəng izah edirdiniz. Aha, sizlər sağ olun. İnşallah növbəti dərsimiz bilikdən olacaq. Bilik üzərində. İndi bunun YouTube izahını da mən sizə yollayacağım yenidən. Yəni orada da istəsəz qeydlərinizə baxıb orada da qeydləri götürə bilərsiniz, izləyə bilərsiniz. Növbəti dərsimiz biliyin növləri. Həftənin neçə gün
olacaq əməli Həftənin 2 günü, həftənin 2 günü olur. Bəzən ikinci, 5-ci gün ola bilər, bəzən ikinci, 6-cı gün ola bilər. Əlbəttə ki, qrup var. Qrupa mən məlumatı əvvəlcədən verirəm. Hətta bir gün qabaqdan belə yazıram. Dərs olan günü səhər çağından belə mən o qrupda öz məlumatımı verirəm ki, dərsimiz nə vaxt olacaq. Yəni indi bilmirəm siz qrupda varsınız yoxsa yoxsuz. Hə, lap yaxşı. Qrupda olun və qrupa məlumat, hətta qrupun daxilində sual-cavabımız da olacaq. Qrup daxilində də bəzən testlər işləyəcəyik sizlə. Bu testlərin qısa-qısa atıram. Qrup daxilində də bəzən işləyirik müəllimlərlə. Orada da səsli şəkildə izah verirəm. Eyni zamanda sual-cavabımız da qrup daxilində olacaq inşallah. Çox sağ olun. Aha, oldu müəllimlər. Bugünlük bu qədər. Sağ olun. Gecəniz xeyrə. Xeyrə qarşı müəllimə. Sağ olun. Sağ olun.